Detallı çözək. Azərbaycan Ekologiya Təbii Sərvətlər Nazirliyinin yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Xaliq Mirzəyevlə Zoom bağlantımız var. Xaliq müəllim, salam. Salam Elçin müəllim, xoş gördük, hər vaxt xeyir olsun. Xoş gününüz olsun. Xaliq müəllim, mən bir şeyi başa düşmürəm. Yəqin ola bilər ki, bu sahədə bilgiyim azdır ona görə. Mən belə düşünürdüm ki, əvvəlcə infrastruktur yaradılar, sonra şlaqbaum qoyular. Amma bizdə elə bil tərsinədir. Birinci şlaqbaumu qoyuruq ki, nağdı olsun, yəni bu. Sonra infrastruktur haqqında düşünərik deyə sizin mütəxəssis fikir bildirdi. Niyə belə olubdur? İnsanları narahat edən ora keçidin pullu olması deyil. O bir ailə də dedi, özünüz də gördünüz. Deyil, biz çıxdıq yuxarı, orada təzədən dedilər, düşün aşağı, biz aşağı düşdük. Kənd əhalisi deyil, yolu biz düzəltmişik, gəlib burada şlaqbaum qoyublar. Olmazmı buna kompleks həlli olsun ki, bax, belə primitiv bir mənzərə yaranmasın. Açığı deyək, o yazı, trafaret, maşını açıb o bilet satışı, yəni bu biraz elə bil bizə nəsə köhnəliyi və yaxud da nimdaşlığı xatırladır. Çox sağ olun Elçin müəllim, təşəkkür edirəm dəvət etdiyinizə və söz verdiyinizə görə. Mən mütəmadi olaraq bizlər sizin efiri izləyirik. Əsasən aktual olan, gündəm üçün aktual olan mövzulara toxunursunuz və bizlərə də şərait yaradırsınız ki, biz yaranmış sualları cavablandıra bilək. Bunun üçün sizin komandanızda sizə də təşəkkürümüzü bildiririk. Çox sağ olun. Məlum olduğu kimi son 2 gündə sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində bu mövzu işıqlandırılmışdı və 07 avqust 2026-cı il tarixdə də kütləvi informasiya vasitələrinin nümayəndələri və o cümlədən sizin Baku TV-nin əməkdaşları da ərazidə olmuşdular, ümumi ərazi ilə tanış olmuşdular. Məlumat üçün bildirək ki, bizim əməkdaş da açıqlamasında qeyd elədi və bizim açıqlamamız olub bununla bağlı. İlisu Milli Parkı yaradılandan, ötən ilin iyul ayından yaradılandan bu günə qədər bizim ərazidə müəyyən istiqamətdə işlərimiz davam etdirilib və 4 marşrut seçilib. Həmin 4 marşrut İlisu Milli Parkında, biri də Ramramay şəlaləsidir ki, bu Milli Parkdan əvvəl nəzarətsiz qalmış bir ərazi olmuşdu. Biz 13.966 hektarda yaradılan Milli Parka Ramramay şəlaləsində əlavə etməklə o zonada həm infrastrukturun, həm fauna floranın qorunması istiqamətində artıq ötən ildən işlərə başlamışıq. Bir neçə dəfə bizim yerli qurumun əməkdaşları və yerli icra orqanlarının dəstəyi ilə həmin ərazilərdə yolla bağlı müəyyən işlər görmüşdülər. Nəqliyyat vasitəsi ilə yolda seldən, yağışdan, daşqından sonra əmələ gələn iri daş parçaların və yolun hamarlanması işlərini həyata keçirmişdilər. Bir məlumatı da verim ki, Ramramay şəlaləsi İlisu kəndindən təxminən 1,5 kilometr uzaqlıqda yerləşən və dəniz səviyyəsindən 1550 metr hündürlükdə yerləşən bir ərazidir. Həmin əraziyə gedən yol yüksək mailli sərt dağ yolundan ibarətdir. O yol hansı ki, hər yağış yağandan sonra yağışın gətirdiyi, selin gətirdiyi daşlar, iri daş parçaları həmin yola gəlir ki, bunu da bizim əməkdaşlar eyni zamanda o nəqliyyat vasitələrinin sahibləri də düz qeyd edirlər. Milli Park yaranmamışdan əvvəl nəqliyyat vasitələrinin sahibləri həmin yolun müəyyən hissələrdə özlərinin öz gücü ilə təmir ediblər. Amma Milli Park yaranandan sonra bizim əməkdaşlar mütəmadi həmin o görünür, kadrlardan da görünür. Xaliq müəllim, üzr istəyirəm. Söylədi oradakı sürücülərdən biri ki, bir həftə əvvəl öz pulumuza 300 manat verib bu yolu düzəltmişik. Elçin müəllim, mən tam səmimi deyirəm ki, ötən il Milli Park yaranandan sonra bizim əməkdaşlar bir neçə dəfə o yolda tam ağır texnika ilə, əllə təmir işləri aparılmışdı. Kadrlardan da görünür ki, o dağ yoldur, sərt yoldur və orada bu dəqiqə hər hansı bir üzü payıza, qışa gedir, hər hansı bir digər işlərdən söhbət gedə bilməz. O növbəti illərdə biz açıqlamamızda da qeyd eləmişik ki, infrastrukturun qurulması istiqamətində ardıcıl baxılacaq. Bu Milli Park yeni yaradılmış Milli Parkdır. Sanki körpə bir uşaq kimi yeni addımlarını atır. Bizim hamımız
bunu dəstəkləyib və Xaliq müəllim, bu məsələni çox yaxşı qeyd elədiniz, körpə uşaq kimi. Elə bax, orada mən bir şey yadıma düşdü. Bizim körpə uşaqlar da doğulan kimi birinci həyatda bəzi hallarda, xəstəxanalarda hansısa negativ halları görürlər. Bax, bu parkda da istəmirəm elə negativlə yadda qalsın. Sizin bu xidmətiniz, fəaliyyətiniz varsa, orada bir gözəl lövhə düzəltmək olardı ki, əvvəl belə idi, bax, bizim əməkdaşlar bunu təmizlədi. O şlaqbaumun özünü, o tikilinin, orada işləyən işçinin geyiminin bir sivil bir forma yaratmaq olardı ki, həqiqətən də o təəssürat formalaşsın. Açığı deyim ki, o təəssüratı yaratmır bu görüntülər. Digər tərəfdən də başqa bir vətəndaş orada dedi ki, Bakıdan gəlmişəm, nə qədər məsafə qət edəndən sonra mənə dedilər, geri qayıt, təzədən bilet al. Yəni, bax, bunu bütün təkmilləşdirmək, daha təkmil bir formada düzəltmək daha yaxşı olmazdımı sizcə? Elçin müəllim, mən səmimi deyim ki, bizim giriş məntəqəmiz həmin ərazi yüksək dağlıq ərazi olduğundan orada nə telekommunikasiya, nə internet xəttləri yoxdur. Gördüyünüz o konteyner ki var, daşına bilən konteyner ki var. Biz o konteyneri ora ilkin olaraq işə başlamışıq o konteynerdən və orada Nazirlər Kabinetinin qərarını əks elətdirən bir lövhəmiz var. Bu lövhələrin sayını artıracağıq ərazidə, məlumat verici, xəbərdar edici lövhələrin sayını artıracağıq və eyni zamanda o şəlalə nəzarətsiz qaldığı müddətlərdə də yol boyu ərazilərdə və şəlalənin ətrafında biz bir neçə dəfə təmizlik aksiyası keçirib tullantılardan təmizləmişik. Eyni zamanda şəlalənin tam yaxınlığında hardasa 20 nəqliyyat vasitəsindən artıq dayana bilən nəqliyyat vasitələri üçün yer hamarlayıb düzəltmişik. Hansı ki, o nəqliyyat vasitələri orada əvvəllər o cür istifadə edə bilmirdi, dayana bilmirdi. Mən görmüşdüm, orada o elə vəziyyətdə deyildi, bəli. Bəli. Biz indi hal-hazırda bu işləri görmək əzmindəyik və qarşımıza da məqsəd qoymuşuq və tapşırıqlar da bundan ibarətdir ki, orada infrastrukturu quraq. Təkcə infrastrukturu yox, Elçin müəllim, mən bir neçə məsələni diqqətinizə çatdırmaq istəyirəm. Ötən ildən biz ərazidə İllisu Dövlət Təbiət Qoruğu idi əvvəl. Biz Milli Parkı İllisu Dövlət Təbiət Qoruğunun bazasında yaratdıq və o qoruğun da indi Milli Parkın idarə etməsində olan Qax Dövlət Təbiət Yasaqlığı var. Biz orada fauna növlərinin qorunması istiqamətində də bir çox işlərə başlamışıq. Ötən il 11 baş ceyranın ora reintroduksiya olunmasını həyata keçirmişik. 2010-cu ildən biz bu prosesə təkcə Qax yasaqlığına İdeya İctimai Birliyinin və Ekologiya Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə 157 baş ceyran buraxmışıq ki, bugün onun artıq baş sayı 723 başdır. 3 baş bezuar keçisi buraxmışıq. Digər qırmızı kitaba düşən kərkəs növlərindən, digər növlərdən biz əraziyə buraxıb biz faunamızın qorunması. Bizim ekoturizm marşrutu bizim milli parkların yaradılmasının məqsədlərindən yalnız biridir. Bəli. Bizim digər məqsədlərimiz fauna floranın qorunmasıdır və eyni zamanda həmçinin vətəndaşlarımıza yaxşı şəraitin yaradılması və yaxşı xidmətin göstərilməsidir. Bunu da sizləri və izləyiciləri inandırmaq istəyirik ki, növbəti dövrlərdə biz hələ 2 gündür başlamışıq orada. Bir məlumatı da diqqətinizə çatdırın. Bizim hansı ki dünən 524 nəfər turistimiz daxil olub, 29 nəqliyyat vasitəmiz həmin Milli Parkın ərazisində. Bugün 952 nəfər turistimiz daxil olub, onun 141 nəfəri güzəşlidir. Güzəşli şəxslərdir. Hansı ki biz burada Nazirlər Kabinetinin qərarından irəli gələn məsələlərimiz var. Bizim şəhid ailələrimizin üzvləri, eyni zamanda Qarabağ qazilərimiz, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşmüş şəxslər, məktəblilər, məktəbə qədər uşaqlar, məktəbliləri müşahidə edən müəllimlər tam ödənişdən azaddır. Təşəkkür edirəm buna görə sizə. Bəli, ali məktəb tələbələri və əlilliyi olan şəxslərimiz isə ödənişin 25%-dən azaddır. Çox sağ olun. Xaliq müəllim, bax elə kifayət qədər səmimi və gözəl aydınlatma verdiniz. Mənim üçün də mənzərə aydın oldu. Mən düşünürəm ki, tamaşaçılar üçün də aydın oldu və neçə gündür bu sosial mediada yayılan məsələlərə elə bizim sujetimizdə də, bax siz özünüz bu cür cavab versəydiniz, məncə heç biz bu mövzunu bugün bu qədər işıqlandırmazdıq. Məsələ arasında ki, bir çox hallarda elə sizin səhv eləməmsə əməkdaşınız elə rəsmi, quru,
əzbərçi bir cavab verdi ki, adamda dərhal belə bir şey yarandı ki, bu işi, yəni nəsə burada bir sual var. Amma siz o qədər ətraflı və ciddi bir cavab verdiniz ki, həm də bunu səmimiyyətlə, işin əziyyətini görən insan kimi ifadə elədiniz ki, mənim üçün mənzərə aydın oldu. Bax, həm də biraz da bizim, sizin əməkdaşlar mətbuatla danışanda bax, bu üslubu seçməlidir ki, hər şey aydın olsun. Mən sizə xüsusi təşəkkürümü bildirirəm və sizə uğurlar arzulayıram. Yaratdığınız şəraitə görə. Siz təşəkkür ki, bəli, hər şeyi aydınlaşdırdınız. Minnətdaram sizə.